Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla xidmətinizdəyik. Bu proqram həsr olunur Təbrizdə gedən olaylara və Vəzarət-i İttilaatın orada apardığı proje haqqında Cənab Ağay Şəriət Mədarı bu günləri lütf eləyib, təşrif gətiriblər. Onunla bahəm bəhs eləyib və danışacağıq bu mövzuda. Dostlar, Təbrizdə çox önəmli mövzular gedir. Bizim dostlarımızın bir-bir qapılarını döyüb və neçəsini tutubdular. Ağay Davud Şiri dünənləri Clubhouse-da da dedi ki, bizim neçə dəfə qapımıza gəlibdilər. Yürüş Mehrəli bəylini və çoxlu bizim dostlarımızdan tutubdular. Bunlar hətta bunlara hökm də veribdilər. Hələ bunların hökmü dadgah təzdidi nəzərə getməyibdi. 14 nəfər bu adamları, bunların mənim eşitdiyim əsasında bunların hamısını çağırıblar. Əz cümlə Yürüş Mehrəli bəylini ki, tutublar, onu bazdaşt ediblər. Və Təbrizin küçələrinə hətta tanklar gətiribdilər. Bizim quzarış ki, bir dostlarımız oradan bizə veribdilər. Hətta o şəhərlər ki, orada etirazlar vardı, ora etirazın əvvəl günü Tehrandan bir dənə ittilaat heyəti gəlib otağı əsnafa və otağı əsnafda bütün o əsnafların möhürlərini alıbdılar. Bir o elamiyyə ki, benami əsnaf müntəşir olubdu. Onları da bir imzalayıb, özləri möhürləyiblər və zorla o məsullarına zad eləyibdilər ki, quya hətta bir iddəsi imzalamayıb, deyir ki, bizim imzamızı onlar cəl eləyibdi. Vəzarət İttilaat cəl eləyibdi. Mən hətta bu əsnafların bir ikisindən danışdım. Onlar deyirlər ki, vallah bizim cadımız heç xəbərimiz yoxdur, bizim imzalarımızı cəl eləyiblər. Hər halda bu çox önəmli bir mövzu idi ki, istədim cadı eləyəm və bir dənə vəkillərimizdən də elan elədilər ki, 1000-dən artıq Təbrizdə hələ indiyə kimin adam tutublar. Sıravi insanlardandılar. Onların bir biz adların çalışırıq ki, tapaq və bu günləri mən təqribən 50-60 dənə ad oradan almışam. Onların adların bir yayacağıq və çalışacağıq ki, bu adlar hər hal millətin, xalqın çatına. Dostlar, siz də əgər bu adlardan bilirsinizsə, mənə xahiş edirəm, yazın və mənə milləti Təbrizdən rica edirəm, mənə yardımcı olsunlar, bu listi biz təhiyyə eləyək və millətə və ictimaiyyata çatdıraq. Hələ biz ilk addımdayıq, görürük ki, belə Təbrizə və Urmiya və bütün Azərbaycan şəhərlərinə təzyiqlər və cadlar vardır. Və çox maraqlıdır ki, Urmiyənin ustandarı gəlib Təbrizə gəlibdir. Təbrizin İmam Cüməsi ilə görüşübdür və onlar bu haqda danışıbdır. Və hətta Təbrizin ustandarını da dəvət eləməyibdilər. Çox maraqlıdır ki, mən belə düşünürəm ki, Təbrizin ustandarı quya bunlarla həmfikir olmadığı üçün onu da haşiyədə saxlayıblar. İmam Cümə ilə həmahəngdilər Təbrizin, Urmunun ustandarı. Bunlar bir hadisə idilər ki, çox mühüm olduğu üçün danışdıq. Ağay Şəriət Mədarı, xoş gəlibsiniz. Təşəkkür edirəm sizdən ki, gəlibsiniz. Bax, bu olaylara sizin fikrinizi istərdim biləm. O məmləkətin çox şəhərlərində olur ki, bir 80 şəhər olubdur indiyəcən, böyük təzahürat var. Xalq da bir halətə yetişibdir ki, canın qoyub ovucuna və deyir ki, biz bu rejimi istəmirik, Xameneyi gərək gedə, bu rejim gərək gedə. O ki, indiyəcən bizim əlimizə yetişib, dünənəcən 19 nəfəri öldürmüşdülər. Çoxlu adamlar məcruh olub, çoxlu tutulub və məlumdur ki, Azərbaycana və Təbrizə nisbət bir çox böyük həssasiyyətləri var
və bir vəzi fövqəladə var. Amma xalqda bir fürsət tapacaq, gələcəkdir meydana. Əgər mülahizə edirlər ki, ayrı şəhərlərdə bir ayrı şüarlar verilir ki, bunlar söymürlər, gəlib öz şüarlarını versinlər, öz xassələrini mətrəh eləsinlər. O Təbrizi qədimdən deyiblər ki, daş qazan təkindir. Gec geyinər, amma bərk geyinər. Və həmişə bu cür olubdur. Mən yəqinim vardı ki, gələcəklə meydana və vaxtında öz risalətlərin və öz vəzaifin əncam verəcəklər. Bəlkə ki, Azərbaycanda da xalq elə həman vəziyyətdədir ki, İranın hər yerindədir. Bəlkə ondan da pis vəziyyətdədir. Odur ki, meydana gələcəklər, mənim yəqinim vardı. Xub, bu tank gətirmək, adam tutmaq, bunlar hamısının müvəqqət əsəri var, amma davam gətirənməz və biləxərə gələcəklər. Mən fikir edirəm ki, bu rejim öz görünü qazır, görmür ki, neynir bu xalqına və hər gün ki geçir, bir böyük daş dığırladır, bərsər rahi bir quzar müsalimətamiz və aşti milli və onu çətinraq elir. در صورتی که اگر vaxtında xalqa tərəf getsəydi, imkanı bu ki, o məqamatı ki, xalqa tərəf gedələ, çoxlu ilfaqla və güzəştlə rubəru olala, çox-çoxudur və ümidvaram ki, mənim bu piyamımı alala və xalqın cibhəsinə gələlə. Xub, bizim çoxlu məlumdur Azərbaycanı bu rejimin içində var. Mən onların hamısına tövsiyə edirəm ki, ta gec olmayıb, gəlin xalqın cibhəsində olun, ta ayəndədə öz ayəndəzi və xanavadəzi təmin eləyib və onları izzətlə və şərafətlə ayəndə İranda səhim eləyəsiniz. Bu, ümidvaram ki, mənim səsimi eşidələr və mənim bu piyamımı alalar. Məxsən onlar ki, sipahdadır, bəsizdədir, ya ərtəşdədir, həttmən gərək buna qulaq verib və xalqın səhfinə gedələr. Xalqı öldürmağın xoş aqibəti yoxdur, öz ayaqlarını tutacaqdır və bu bir yaxşı yol deyil ki, onlar gedirlər. Çox sağ olun ağa. Hətta sizə neçə dənə pəyamlar mənim vasitəmlə gəlibdir ki, mənə deyirlər ki, ağay şəriət mədarı niyə belə Azərbaycan medialarında az görsəniz? Mən əlbəttə onlara dedim ki, yox, mənim hər həftə elə özümün bu kanalımda gəlirlər, danışırlar və rica edəcəm ki, gənə də huzurları olsun. Dedim ki, bir xatir məsaili xanəvadə, ailə, onun da ailəsi vardı, məsail şəxsi vardı. Ona görə 2-3 həftə huzuru olmayıbdı. Siz necə fikirləşirsiniz bunu? Bəli, mən inşallah gəlirəm və bərnaməmiz davam edər və inşallah ki, gələn həftə mən müsafirətdəyəm, amma ondan sonraki həftə yenə olacağam və yenə sizin bərnaməzdə inşallah huzurum olar. Çox sağ olun ağa. Biz bir hadisə gördük. Məsələn, Tehranda çox ciddi millət səhnəyə gəldi, bazarilər səhnəyə gəldi və videolar da onun zadından videolar da o cəli videolar da yayıldı, filan elədi. Bax buna bu biəxlaqiyə siz necə baxırsınız? Çünki millətə gətirərlər bir nəfəri, məsələn Amerika ya İsrail gələ bir dənə lider sazı eləyə. Bax buna necə baxırsınız siz? Axı baxın 80 neçə milyon adamı bu cəli videolarla, bu propaganda ilə bir-iki televizyonu almaq və onları bu məsələ salmaqla ki, rəhbər təyin eləmək olmaz. Siz elə indi görürsünüz ki, İranın çox yerlərində xalq əslən o qorxudan ki, onların meydana gəlməyi müsadirə olmasın bir cərəyanın nəfinə və təqəllüb eləməsinə gəlmirlər və ehtiyat edirlər. در həqiqət bu işlər lətmə vurur xalqın qiyamına, xalqın əleyhinədir. Saniyən Amerika ya İsrail bu o ki,
gəlib bir dənə xas cərəyandan tərəfdarlıq eləməz. Siz görürsünüz, Sədayi Amerikanın rəisini ağay Əli Cavanmərdi qoydular ki, çox ziddi səltənətdir və gündə səltənətin əleyhinə video qoyurdu. Bu özü nişan verir ki, Amerika به هیچ وجه fikir eləmir ki, ayəndə də səltənət gələcəkdir və istiqlalını istəyir görsə də bu bir təsadüfi bir iş deyildi ki, bu mövqeyiyyətdə bir nəfəri qoyala rəisi Sədayi Amerika ki, onun müxalifəti Nizam-ı Pəhləvi ilə çox barizdir və xoşbəxtانه cumhurixah və federalist bir insandır. Bənabərin bu özü göstərir ki, bunlar hamısı bir təbliğatdır, bunlar eləyir və xalq gərək çox ayıq tərpəşə və təxt təsiri təbliğat qərar tapmaya. Gərək mənfəət milli biz budur ki, rəhbəri fərdi İranda olmaya, cumhuriyyət gələ, bir nizam-ı federal gələ, bu həm bizim Azərbaycanlıların nəfinədir, həm İranın nəfinədir, həm ayrı etnik İranın, Kürdlərin, Lorların, Ərəblərin, ərzı və xidmətiz Türkəmənlərin, nə midanəm, Giləklərin və Mazənilərin və hətta Xorasanlıların və bəqiyən nəfinədir. Mən ümidvaram ki, xalq ayıq tərpəşə və misli salı 57 təxt təsiri təbliğat qərar tapıyor. Əlbəttə bizim Azərbaycanımız tapmadı və bər əleyhi vilayət fəqih qiyam elədi. Amma mütəəssifanə bəqiyyə İran təxt təsiri təbliğat qərar tapmışdı. Ümidvaram bu dəfə İranın xalqı ayıq tərpəşə və ayəndəni öz əlində ala. İttifaqən bir dənə sorğular ki bizə verirlər. Deyirlər ki, Həzrət Ayətullah Şəriət Mədarı əvvəlin adam idi ki, vilayət fəqih qanununa ələnən və əmələn ərsəyə gəldi, səhnəyə gəldi. Vəli təəssüflə heç kəs onu müdafiə eləmədi. Bir də hətta Azərbaycanda deyirlər ki, Azərbaycanlıların sükutu bu məsələyə. Əlbəttə mən fikirləşirəm ki, o cəvv əmniyyəti ki ərz elədim, o sükut deyil. O mübarizə 1000 nəfər bir dənə şəhərdən tutalar, o sadə bir mövzu deyil. Bunu bir dənə vəkil deyibdi mənə. Bəli. Mən bunu özümdən demirəm. Onlar hətta mən deyirəm ki, 50-60 nəfərin listi məndə vardı. Və yenə də bu listi mən təkmilləşdirirəm. Deyirlər ki, Həzrət Ayətullah Şəriət Mədarı ki, dedi ki, vilayət fəqih ziddi bəşərdir. Onda heç bir ustan ondan himayətə çıxmadı. Amma siz cənabınız buyurursunuz ki, o zaman Kürdlər bizə, mən bunu sizdən eşitmişəm ki, Kürdlər bizi müdafiə elədi və biz əməliyyat-ı müsəlləhaniyə rizayət vermədi. Ona görə ki, o iltihabi ki camiədə var idi, o himayəti ki bizdən olmadı, bizim millətimizi qətlam elərdir. Bu tam doğru bir sözdür. Siz necə fikirləşirsiniz buna? Bəli, bu cürdür. Mütəəssifanə 2 gün məmləkəti bağladılar. Bər əleyhi Azərbaycan, bər əleyhi Ayətullah Şəriət Mədarı və şuar verirdilər bizlərin əleyhinə. Bu ki, məqbər ziddi vilayət fəqih şuar olub. O zaman Xumeyninin dar dəstəsi bunu şuar eləyib və xalq ayrı yerlərdə deyirdi. Ziddi vilayət fəqih, yəni Ayətullah Şəriət Mədarı və Hizb-i Xalqi Müsəlman. Xoşbəxtانه Azərbaycan bu imtahandan çox açıq anla eşiyə çıxdı və müxalifətin göstərdi. Milyonlar adam xiyabana gəldi o zaman. Xub, o zaman zorumuz çatmadı, amma bu dəfə ayıq olaq ki, əsən elə bir adamı üstə mindirməyək ki, sonra o zəhmətinə istiyaq əndirək. Əvvəldən müvazib olaq ki, əsən istibdada meydan verməyək. Nəinki əvvəl meydan verək, sonra onun əleyhinə meydana gələk. Əvvəldən qoymayaq gəlsin, indidən ayıq tərpəşək. Mənzurunuz budur ki, bu şah o şeyx hər ikisi bizim düşmənimizdir də. Baxın, əsən şəxsi düşmənlik deyil ki, Yox, o sistemi fikridən söz gedir burada. Bəli, 2 dənə saxtardır ki, əsasdan istibdadidir.
Yəni İranda istibdaddır. Mən demirəm hər yerdə səltənət istibdadıdır. Səltənət bəzi yerlərdə özünü vifq verib. Səltənət hər yerdə istibdadıymış. O zamanki demokrasi və cumhuriyyət gəlib, bir iddə Selahattin özün vifq veriblər. Bizimkilər ki özün vifq verməyib. Bizimkilər elə o zaman kuştu eləyibdir ki, dünyada demokrasiyalar başlamışdı gəlməyə. Bənabərin bizimkilər dalı qalıblar, müstəbiddirlər və müstəbiddə adam meydan verməz mərhum Taib o zaman bir şuarı vardı. Nohəsində Azərbaycanda deyərdi ki muzdura muzdur olmayın, axırı buydu. Biri ki gəlibdi və ərz-i xidmətin iftixar edir buna ki, ayrı məmləkətin rüəsasına də heyət boyun əyir ta onu qüdrətə gətirələr. Millət İran belə bir mövcuda gərək baş əyməyə və gərək öz mənafein biz heç məmləkətin əleyhinə dəyirik, hamısı ilə behtarin rəvabitimiz olacaq. Amma əvvəl öz mənafeyi millimizdir. Nəinki olan ərz-i xidmət öz nümayəndəsi İranda olaq. Onların tərəf müzakirəsi olacaq. Bu təfavütü xalq qəşəng düşünür və xalq bilir ki, insan gərək muzdur olmaya bir qolu mərhum Taib. Allah rəhmət eləsin ona. Çox bir azadə bir adamıdır və çox şüca bir adamıdır. Hər halda indi bir vəziyyəti necə görürsünüz? Aya sizin nəzərinizə deyirsiniz ki, Trump səltənət tələbləri müdafiə etmir. Siz o cür fikirləşirsiniz? Nə xeyr, Trump müdafiə etmir. Trump bilir və onun bəndazə kafi dəstgahı vardır ki, bilir İranda səltənət gəlsə, əvvəl cəngi daxilidir. Başlayacaqla səltənətin əleyhinə və səltənət də başlayacaq sərkubi də təbdil olacaq cəngi daxiliyə. Odur ki, onlar agilraqdır ondan ki, bahisi cəngi daxili bir həssas məmləkətdə olarlar və yenə hamı məntəqəni naəmniliğə çəkərlər. Heç vaxt bu himayəti eləməzlər. İsrailin necə fikirləşirsiniz? Mən fikir edirəm, İsrail istəyir imtiyaz ala. İsrail bir möhrə təkin baxır səltənətə və onunla oynur da imtiyaz ala. Hər nə qədər imtiyaz ala bilsə, bu möhrə ilə oynayacaq. Görsə ki, olmur, mümkündür ayrı nirulardan himayət eləyə. Əslən ona mühüm deyil ki, kim gələcək. Mühümdür ki, kim ilə yaxçı imtiyazlar ala bilər və bu rejimi ilə yaxçı mübarizə eləyə bilər. İndi bir aləmə İranda səltənət tələblər vardır ki, xəbər yetirirlər, həmkarlıq edirlər. Çünki əslən fikir edirlər ki, bu işin heç eybi yoxdur və gərək bu işi görərlər. Tüm belə fikir edirlər, amadə bir adamlardır ki, İsrailin ixtiyarındadırlar. Odur ki, o bu yolu gedir İsrail. Və gənə əgər görsə ki, səltənətin əleyhinə çox adam vardı, öz nəfini buna görər ki, eləməsin. Bəsət xalq dursa, oza dəyişilər. Durmasa, Salih Pəndavdəkin böyük başlarına gedər. Bunu gərək bilərlər. Gərək istiqamət eləyərlər və gərək deyərlər ki, biz şeyx ilə şahdan əl üzmüşük, özümüzün hökumətimizi və özümüzün nümayəndələrimizi hökumətdə istəyirik. O Fars şairi adı nə idi? Zadda da tutub dövmüşdülər. Bir o Rahpeymayda səltənət tələblər dövmüşdü. Ağay Ali Peyamı deyirsiniz. Ali Peyam, bəli. Ali Peyam və Ağay Xorsəndi və Qulam Hüseyn Saidinin qəbrinin üstünə gedib biədəblik eləmişdilər. Belə adamlar ki, nəhləhay fikri mövcud İranda hörmətdən yanaşmırlar. Aya bunlar bizə demokrasi gətirə bilər? Əsən bunlar deyirlər, biz demokrasi gətirməyəcək. İndən deyirlər ki, sabah gərək gələ, elə becayı Vəzarət İttilaat Vəli sabah gərək gələ və indidən deyirlər ki, gərək sərkub eləyək hər kəsi ki, bu bizim rejimi qəbul eləməyək.
bizim şahın itaətində olmaya. İndidən deyirlər. Bəs nə cür bunlar iddia edir? Məsələn, biz demokratik zad eləyəcəyik, demokrasi yaradacağıq. Bu tənaquz nə mənədir, ağa? Axı bizim əziz Təbrizlilər, Azərbaycanlılar gedib bunların videolarına baxsalar, görərlər ki, çox yerdə də deyirlər basacağıq, kəsəcəyik, öldürəcəyik. Xub, sadə adamlara həm bunu deyirlər, həm onu deyirlər ki, hər tərəf ki, hər birini söyür, onu intiqab eləsin və bunların tərəfdarı olsun. Hər halda Amma bizim... Bəli, buyurun. Buyurun, ağa. bəli, amma bə hər surət kamilən vazeh deyirlər ki, neynəyəcəklər. Deyirlər, sən bir cəmaəti ki, çörəyi yoxdur, bunun rəy vermənin mənası yoxdur. Biz əsən 10-15 ilə əvvəldə intixabatın mənası yoxdur. Gərək əvvəl xalqın qarnını doyduraq, ondan sonra intixabat qoyaq. Onu da xub, hər il təmdid eləyəcəklər, deyəcəklər, xalq doymadı, intixabatı dalı salaq. Yəni olacaqdır bir dana əmarat təkin bir yer ki, məsələn bir dana məclisi məşvərətçisi olsun və adamlarını da şah təyin eləsin. Necə zaman, necə ki şah zamanı elə o cür idi də bizim... Bəli də intixabatdan əsən xəbər, yəni intixabatın mənası bu idi ki, savaş gedərdi, bir dənə list təhiyyə elərdi, yerdən onlar intixab olardı. Cumhur İslamıda da elə həmanıdır, bizdə də onu təşrifatın çoxaltmışdılar. Yoxsa Hərzadı biləxərə Şurayı Nigahban təyin edirdi. O zaman savaş təyin edirdi, bunların zamanı da Şurayı Nigahban. Bəli, hər ikisi bir sistemdən zad eləyirdilər. Bəli. Bu bizim çıxış yolumuz nə mənədir, ağa? Valla bizim çıxış yolumuz elə o bir kəlmədədir ki, bir, təfavütləri qəbul eləyək, ayrı düşünənləri ehtiram qayıl olaq, rəsmiyyət qayıl olaq və bir də mübarizə eləyək, istiqamət eləyək, sözlərimizin və ərzişlərimizin üstündə möhkəm dayanaq. Bilsinlər ki, biz millətik ki, zor altına getməliyik. Ağa, bu Cumhuri xalqların ki bir ittihad idi, təşkil vermişdi. İndi onun hansı vəziyyətdədir? Mövcud şəraiti şükürlər mən düzdür gələ bilmirəm iclasda iştirak edə bilmirəm, amma izləyirəm və dostlardan raport alıram ki, çox genişlənibdir. Onu xahiş edirəm. İşlər ki görübsüz onu buyurun. Xub, əlhəmdülillah oza ki belə oldu. Biz istedik məsələn aprelin arasında məyin axirinə can bu işi rəsmiyyətlə elam eləyək. Bu iş qabağa saldı və biz elam elədik mövcudiyyətin. Armın bir dənə saytı var, onu Instagramda səhifəsi başlayıb işə və başlayıb yargıcılığa. Əziz həmşəhrilər, Azərbaycanlılar müxtəlif şəhərlərdən təmas tutsunlar və hər biri eləyə bilir. Əgər də ələni eləyənmir, qeyri-ələni bizim üzvümüz olsun, bizlə irtibatda olsun. Ta inki eləyə bilək ki, Azərbaycanın xastəsini də dərkənar bəqiyyə etnik bakıma ki, Cumhuri Xan qabağa aparaq. Bu çox mühüm bir işdir. Ciddi tutun. Gəlin bizim saytlara, Instagrama. Mən gələn dəfə olan adresin verirəm Ay Süleymaniyə. Xahiş elərəm bu adda qoysun ki, hamımız o adreslər olsun biləcdə və ora müraciət eləyəsin. Qətlən mən adreslərin, şumarə telefonları da olsa qətlən onunla cad elərəm, deyərəm və o dostlar ki lazımdır, mənim özümlə də eləyə bilərlər, cad eləyərlər, ta həmahəng eləyəm ağay şəriət mədarı ilə ta cad ola. Mən dostlar, mənim telefonum 001 619 631 97 23. Gənə də təkrar edirəm 001 619
631 97 23. Bu şumarayı telefonun WhatsApp-ından eləyə bilərsiniz, mənə pəyam verəsiniz və mən sizin pəyamınızı Ağay Şəriət Mədariyə e, çatdırıb və özviyyətinizi qəbul eləyə bilərlər. Hər halda bütün Azərbaycanlılar və bütün adamlar ki, bizim səsimizi eşidirlər, qəti bu şumarə ilə eləyə bilərlər, irtibat tutalar. Sağ olun. Hər halda Ağay Şəriət Mədarı yenə də xahiş eləyirəm, bir mövzu ki sizin nəzərinizdə var, onu buyurun. Bəli, baxın, dünyanın ovzası bir ovzadır ki, sürətlə dəyişilir. Siz görürsünüz, Trump gedir, adam yolu Venezuelanın rəis cumhurunu tuturlar, gətirirlər Amerikaya mühakiməyə. Bu iş mümkündür bizim məmləkətdə də ola. Havadis xəbər eləməz, gərək amadə olaq. Bugün ki sizlə danışıram, məlum deyil sabah nə olacaq. Ayıqlıq istəyir, amadəlik istəyir. Bir az müddətdə gərək çox əlləşəsiniz, ta bir ömr rahat yaşayasınız. Bu fürsəti əldən versiniz də məlum deyil, ha vaxt bu fürsət əlinizə gəlir. Odur ki, sizdən xahiş edirəm, ciddi tutun öz sərnişinizi, bari və hər cəhət olmayın. Fürsətlər deyərlər ki, bulud təkin gəlib keçər və adam o fürsətdən istifadə eləməyə də məlum olmaz, aya ömründə bir dəfə də gələcək ya yox. Ciddi tutun bu fürsətləri və bu fürsətdən ki, məmləkətdə icad olub, öz azadlığınıza və öz xoşbəxtliyinizə nəhayət istifadəni eləyin. Onların sözünə baxmayın ki, deyirlər, bu faslanın işidir, bizim işimiz deyil, bizə rəbti yoxdur. Xeyr, lap bizim işimizdir, faslara mərbut deyil, hamı İrana mərbutdur və biz 900 il bu məmləkətdə hökumət eləmişik. Əgər bizə mərbut deyil, kimə mərbutdur? Bəli, əlbəttə biz qəşəng bir əvvəldə bir söz dediniz. Dediniz ki, öz şüarlarınızdan, öz fikirlərinizdən, öz düşüncələrinizdən gəlin iştirak edin. Bəli, yəni işə əlinizə alın, öz şüarlarınızdan. Deyin ki, biz şahı istəmirik, şeyxi də istəmirik, biz bir cumhuri istəyirik, biz bir federal hökumət istəyirik. Deyin, Cumhuri İrani icad bayat gərdər. Hər yerdə bu şüarı verin. Bəli. Və hər hal bizim öz xətti məşqimiz vardı Azərbaycanda. Biz demokrasi istəyirik, biz haqqı təyin və qolu sərnişt istəyirik, öz taleyimizi o bir dənə hakimiyyət ki, dərçavarçı və hakimiyyət ki, təşkil tapır. Onun mehvərində biz demokrasi istəyirik, təqsim-i qüdrət o sirvəti məmləkət ədalətlə və bər əsası hətta bizim qanun-i əsasi məşrutiyyətdə də elə Azərbaycanlılar onu yazmışdılar. Azərbaycanlıların təsiri altında zad edib. Bax, buna nə fikirləşirsiniz ağa? Bəli, baxın, eyni məşrutə bu dəfə də oza istəsə dəyişilə, əncümənhay məhəlli öz-özünə düzələcək. Bizim sabiqə tariximizdə bu vardı ki, oza qarışanda əhli məhəll yığışar və bir də əncümən düzəldər ki, onların sirvətindən, abirusundan, heysiyyətindən, əmniyyətindən difa eləsin. Bu dəfə havasız cəm olsun. Latuluti, maceracı adamları, o adamlar ki bu rejimlə mərbutudurlar, nə midanım qaçaqçı idilər filandılar, onları yol verməyin. Bu əncümənhay məhəlli ki təşkil olacaq, orada çox kulturel, fərhəngi, basəvat, atifə, mühəbbət, insan adamları yol verin ki sizi yaxçı yola aparsınlar, başlamasınlar xalqı öldürmək, xalqı zindana salmaq, şəllaq vurmaq, nə midanam hər kəsə ad qoysunlar ki, bu rejimin ənidir, malın müsadirə eləmək. Bu işlərin qabağını alın. Eyni məşrutə bir iddə əfrad ki, mورد itminan əfrad məhəllədir qoyun.
Sonra bu məhəllələrin əncümənləri bir-biri ilə mərbut olsa və bu dövrəyi quzarı keçitsə, xub bunların arasında bir iddə məhbub olacaq. Onlar kandid olar, intixab olar, Məclisi Azərbaycana, Məclisi Təbrizə. Məclisi Təbriz vaxtı təşkil tapdı. Benzimamı məclisهای şəhərهای digər bir dənə hökumət Azərbaycana intixab edərlər və mərkəzə deyərlər ki, bizim o hökuməti məhəllimiz bunlardır. Yəni əşadan təşkil olar. Çox diqqət eləyin ki, bu əncümənlər ki, təşkil tapacaq, biz istəsiq ya istəməsiq. Çünki bizim hafizəyi tariximizdə var, həm məşrutədə varmış, həm İnqilab 56-da varmış və həm milli şudən sənəti nəftdə varmış. Əncümənhay iyaləti və vilayəti də bu əncümənlərdən təşkil olmuşdu. Bu dəfə təşkil olanda burada bir miqdar adamları yol verməyin, macəracı adamları yol verməyin. O adamlar ki, məlum deyil, hardan gəliblər, onlara yol verməyin. Hər məhəllədə tanısınız mötəbər adamları, tanısınız möhtərəm adamları. Əsatid danışqah, fəalin hüququ bəşər və bir də gözətləyin ki, hamı fihrilərdən, hamı rəvişlərdən, hamı girayişlərdən intixab eləyin. Bu nə midənəm soldur, bu sağdır, bu miyanədir, bu məzhəbidir, bu qeyri-məzhəbidir, bunu qoymayaq, onu qoymayaq eləməyin. Hər kəs möhtərəm bir adamdır və sizin nəfizədir, onun gətimağı, məhəllənin əmniyyətin, məhəllənin hörmətin, sizin namusuzu, sirvətinizi hifz eləyəcək, onları intixab eləyin. Bu çox-çox mühüm bir tövsiyədir ki, edirəm və bunu qulağınıza alın. Bu hətmən qabağa gələcək, çox yaxında da qabağa gələcək. Ağa siz bir iddia deyir ki, hələ bunun zamanı deyir ki, nəm məclisi məhəlli təşkil tapa, ondan sonra nəm əncümənhay əyaləti ya federal ya hər nə, yəni məhəllə hökumətlər lazımdır və bugün də çox təhlükəlidir, nəm zəmini təciyə ola bilər, filan ola bilər. Bax buna sizin fikriniz nə mənədir? Baxın, onlar ki, təciyə istirlər, elam elirlər. Bir adamdan qorxmurlar ki, deyərlər. Qatibə-i mərdum Azərbaycan təciyə istəmir. Əncümənhay məhəllini məhəllə əhli təşkil verəcək. Məyə Azərbaycanın məhəllələri təciyə istir. Bu nə sözdür? Bu bir çox belə biməbna bir sözdür. İttifaqən məhəllələrdir ki, hər vaxt Azərbaycanın əleyhinə bir xətər olub, bunlar qiyam eləyiblər və Azərbaycanı İran kənarında saxlayıblar. Onlardır ki, Azərbaycanın qəvamını verər və o gün ki, ərteşi yoxdur, məmləkətdən difa elər. Rəşid cavanlarımız məhəllələrdədir ki, bu vəzaifi öhdələrini alırlar və məhəllənin əmniyyətindən difa elərlər. Bu bir boş sözdür ki, deyirlər. Heç bu cür deyil. Bəli, sonda da bizim proqramımızın tayımı başa çatır və biz də istəyirik ki, biraz çünki İranda internetin problemi var, biraz da güdə olsun. Bax, son sözü buyurun. Nə də mənim ayrı sözüm yoxdur. Çox-çox məmnunam. Bu axir tövsiyəni ki elədim. Lütfən bizim əziz həmvətənlər və həmşəhrilər çox ciddi tutsunlar. Çox sağ olun ağa. Həqiqətən zəhmətiniz üçün minnətdaram ki, təşrif gətirirsiniz. Belə mən bilirəm ki, o qədər sizin işiniz vardı ki, bu məsələyə daha zad eləm. Amma bu da həqiqətən bizə lazımdır. Millətimiz istəyir, xalqımız istəyir sizin fikirlərinizi, düşüncələrinizi və o İttihad-ı Cümhuriyxahlar ki vardı, o Cümhuriyxahan federalist, onların da fikrin istəyirlər bilələr. Xahiş edirəm, bu haqda elə dostlarınızın, o əzaların ki, həmiyyətdə adamlardılar, onlar da gəlib öz fikirlərini deməyini millətimizə, xalqımıza rica edərdim. Sağ olun, çox məmnunam ki, təşrif gətirdiniz.